Salam dostlar. Bugünkü dərsimiz view bindingdir. View binding nədir və necə istifadə edilir? İlk öncə biz projemizi yaradaq. Proje yaratmağı da sizə, yəni ola bilsin ki, indiki məsələn neçəsinə yaratmısınız. Adi olaraq da mən də göstərmək, yəni kommentlərdə yazılıb ki, yəni müəyyən çətinliklər olur ki, məsələn müəllim biz necə yarada bilərik, necə olsa daha rahat olur. Məsələn, ilk öncə mən burada seçirəm Empty View Activity-dən istifadə etmiş oluram. Yeni hal-hazırda biz gələcək dərslərimizdə düzdür. Belə kompostdan istifadə edəcəyik. Hal-hazırda belə deyim, Android Studio'da Kotlin köhnə proqram dilini birinci ilk öncə bilməliyik ki, artıq biz kompostdan istifadə edəndə rahatçılıqla bu kodları da icra edə bilərik. Mən burada artıq Empty View Activity-ni seçirəm və Next düyməsindən istifadə edirəm. Və burada da yazıram ki, tutalım ki, mənim indiki dərsim View Binding App yazım. Yəni bu indi hal-hazırda keçdiyim dərsin adı View Binding'dir. Burada yazdığımız istənilən, yəni artıq biz test gibi yazırıq. Yəni bunların elə bir əhəmiyyəti yoxdur. Yəni burada istənilən bir ad yaza bilərik hal-hazırda. Və burada da seçimlər olduğu kimi qalsın. Heç bir belə deyək, dəyişmə, heç bir ehtiyac yoxdur. Və finish düyməsini tıkladıqda artıq bizə proqram burada yeni bir səhifə yaratmış oldu. Və səhifəni yaratdıktan sonra baxın mənə bu cür ekran görüntüsü gəlir və proqramdakı bax burada gözləyin ki, tam olaraq bütün qrovlar yüklənmiş olsun və proqram rahat olaraq artıq işləməyə hazır olsun. Burada mən öz rahatçılığım üçün məsələn müəyyən belə deyək dizaynlar edirəm və proqramımızı artıq məsələn tutalım ki, run eləyirəm ki, görək mənim Android Studio'da heç bir bug yoxdur. Yəni ilk öncə açılanda heç bir görüntüdə problem olmasın, yəni kodlamamda problem olmasın. Həmişə bunu edəndə özünüz üçün də bax bu cür qaydada run eləyin ki, artıq buradakı belə görəsiniz ki, yəni iş proseduru necə gedir. Baxın, problem yoxdur. Hal-hazırda Android Studio'da tam olaraq mənə ekranı açdı və heç bir problem yaratmadı. Onu müvəqqəti olaraq dayandırıram və dərsimizə başlayırıq. Bugünkü dərsimiz view binding olacaq. View binding nədir və necə istifadə olunur? Burada ekranda bizdə əlavə kodlar var ki, bunlar haqqında sonra məlumat verəcəm. Ona görə də bunlar indi hal-hazırda lazım olmadığına görə rahatçılıqla biz bunları silə bilərik. Həmçinin də burada yazılan Enable to Edge-ni silə də bilərik. Yəni bunun bizə hal-hazırda heç bir əhəmiyyəti yoxdur. Və burada mən öz dərsimiz haqqında mövzunu atıram. Baxın, burada mən qeyd etmişəm. Mən bu şəkildə qeyd edirəm ki, sizlər də rahatçılıqla artıq dərsləri həm mən deyəni başa düşəsiniz, həm də burada rahatçılıqla sözləri də oxuyub sabah intervyularda rahat olaraq cavab verə bilərsiniz. Bizim view binding'in əsas məqsədi ondan ibarətdir ki, URL ekranında, yəni bizim əsas bu ekranda bizə lazım olan komponentlərə rahatçılıqla çata bilər və onlardan rahatçılıqla istifadə edə bilər. Burada nə əsas məqsəddir? Əsas məqsəd odur ki, məsələn biz Find View by ID'dən indiyə kimi istifadə edirdik. Hər birini istifadə edəndə ayrı-ayrılığında biz bunu belə deyək ki, biz burada ayrı-ayrılığında kodları yazmalıydıq və həmin kodları da bizə kast eləməliydik ki, biz bunun içərisində nələr yaratmışıq və nəyin əsasında o işləməlidir. Həmçinin də Find View by ID'də null xətalarını daha açıq, riski daha böyükdür. Çünki biz eyni ID-dən ola bilsin ki, çalışıb 1, 2 dəfə, 3 dəfə yazmış ola bilərik ki, bu da hər hansı bir işi görəndə bizə konfliktlər yaradacaq və problemlər əmələ gələcək. Plus da ki, Find View by ID, məsələn, mən istifadə edəndə tutalım ki, hər hansı bir ekranda mən Find View by ID-dən istifadə edirəm. Burada yazıram var, məsələn, text view və burada yazırıq Find View by ID içərisində bunun text view'a id olduğunu və burada da yazaq id nöqtə artıq text view. Bir dənə baxa görə bizə text view'da burada nə var? Bunun id'si yazılmayıb. Artıq burada da məsələn text view yazaq və bunu refaktor eləyək və burada artıq text view'nu rahatçılıqla həmin id'yə çata bilər. Baxın, mənə bu id'yə istifadə eləyəndə Kotlin mənə bildirdi ki, bax burada sizin yəni artıq problem var. Məsələn, burada nədir? Mən burada view binding'dən istifadə edə bilərəm. Mən bunu run eləsəm proqram yenə işləyəcək. Məsələn, mən burada yazsam text view .text yazım. Tutalım ki, qeyd edeyim ki, anar və bu proqramı run eləsəm, burada mənə error göstərməninə baxmayaraq mən bunu run eləsəm, artıq məndə heç bir problem göstərməyəcəkdir. Baxın dostlar,
proqramımız run olsun. Baxın, ana sözü gəldi və həmin bizimki xəta çıxdı. Lakin bayaqların bu mənim nə bildirirdi? Yəni bu bildirirdi ki, biz bunu artıq deprecate olunmuş bir kod blokudur. Yəni artıq biz bundan istifadə eləmirik. Biz artıq ekrandakı görünümlərdən istifadə eləmək üçün view bindingdən istifadə etməliyik. View binding bizim işimizi daha rahatlaşdırır, daha sürətli işləyir və artıq null xətalarının qarşısını almaqda da böyük köməklik göstərir. Bunu etmək üçün mən ilk öncə hər bir belə deyək, kodu biz yadda saxlamaq məcburiyyətində deyil. Hər bir kodu da yadda saxlamaq mümküniyyəti yoxdur. İlk öncə mən bunları necə etmişəm, indiyə kimi necə öyrənmişəm. Yəni ilk başlanğıçda ola bilsin ki, hər bir kodu, məsələn, siz onsuz da kodlar yazdıqda bunları artıq əliniz öyrəşəcək yazmağa. Məsələn, artıq görəcəksiniz ki, buna ehtiyac olmur. Amma təzə-təzə başlayanda kodun yazılımı ola bilər yaddan çıxsın və yaxud da hər hansı bir söz yaddan çıxsın. İndi bu vaxtda yəni artıq daha rahatdır ki, internetdən istənilən məlumatı, istənilən sözü, istənilən dərsi biz ala bilərik. İlk öncə mən bunun üçün mən tutalım ki, internetə müraciət edirəm və internetdə mən nə etmək istəyirəm onu bildirirəm. Məsələn, view bindingi mən öz proqramımda aktiv eləmək istəyirəm. View bindingi artıq aktiv eləmək üçün baxın mənə view binding məsələn artıq yazıram ekranda və burada məndə Google-da yazanda müxtəlif mövzular gəlir. Müxtəlif mövzularda burada view bindinglə bağlı yüzlərlə belə sılkalar var ki, biz bunlardan istifadə eləyib view bindingin belə deyək, əsas işlərini apara bilərik. Baxın dostlar, əsas burada Android developerin, yəni Android'in öz belə deyək, saytı var ki, burada bütün mövzular haqqında, bütün dərslər haqqında məlumatlar verilib, lakin ingilis dilindədir və ola bilsin rus dilində də var, amma mən əsasən ingilis dilində oxuyuram. Buradakı mən məsələn bütün məlumatları, özümə lazım olan dərslikləri, mövzuları hamısını Android developer saytının içərisinə daxil olub burada öyrənirəm. Yəni hər hansı bir yeni mövzu olursa, burada artıq mən bunu rahatçılıqla girib öyrənib icra edə bilirəm. Həmçinin də baxın, proqramistlərin mütəmadi olaraq müəyyən bağlarla rastlaşırlar və müəyyən bağlar qarşılarına çıxır və bunları həll etmək üçün proqramistlərin özlərinə uyğun olaraq Stack Overflow adında bir sayt var ki, artıq bundan mütəmadi olaraq istifadə edirlər. Məsələn, kimin necə bir problemi olursa, kimin nə vaxtsa hər hansı bir qlobal problemi olursa, öz məsələn hər hansı bir problemini gətirir Stack Overflow'da saytına daxil olaraq oradakı qeyd eləyir. Məsələn, orada müəyyən yüzlərlə, minlərlə proqramistlər var ki, həmin saytda mütəmadi olaraq işləyirlər və kiminsə hər hansı bir problem və yaxud da ki, orada həll olunmuş problemlər var ki, siz məsələn hər hansı bir sualınızı orada yazsanız, orada kimlər necə həll eləyib, baxın, adi elementar olaraq mən bunu çağırıram. Burada qeyd edirəm, məsələn, mən qeyd etmişəm ki, artıq tutalım ki, buradakı məsələn, məsələdə, məsələn, mənim bindingin aktivasiyası. Baxın, mənə burada hamısını ayrı-ayrılığında göstərir ki, necə etmək lazımdır, nəyi necə edirsən. Burada müxtəlif insanların rəyləri var, müxtəlif məsələn tutalım ki, fikirlər var. Onlardan biz istifadə edərək öz problemimizi həll edə bilərik. Həmçinin də məsələn mən burada elə geri qayıdaq. Əsas mənə lazım olan hissə Android'in öz səhifəsidir. Mən burada daxil oluram və buradakı bütün belə deyək, mənim keçdiyim dərslər hamısı bax buradan götürülüb. Mən buradan kənara çıxmıram. Buradakı məlumatların əsasında bunları oxuyaraq, neçə vaxtda öyrənərək, bunların üzərində mütəmadi olaraq işləyərək, dərslər keçərək, mən bunları daha sadə formada, sizin başa düşülməli formada artıq sizə, məsələn, o proqramın içində də yazdığım mövzular da bunların daha sadələşmiş formasıdır. Baxın, burada mənə nə göstərir? View binding bildirir ki, Android Jetpack tərəfindən yaradılmış yeni bir metoddur. Yəni, Android Jetpack bizim indi gələcəkdə Jetpack haqqında ayrıca dərs keçəcəm. Yəni Jetpack bu günlərin Kotlin-də mühüm rol oynayır və daha sürətli işləməsi üçün, daha səmərəli olması üçün, kodlarımızın daha səmərəli olması üçün istifadə olunan bir kitabxanadır. Biz bundan mütəmadi olaraq istifadə edəcəyik. Orada coroutineslər var, flow var və yaxud da digər belə kod metodlar var ki, biz Jetpack'ın vasitəsilə indi ona daxil olub dərsin vaxtını çox da uzatmaq istəmirəm. Bunun haqqında ayrıca mövzu deyəcəm. Və burada mənə bildirir ki, view binding nədir və nə üçün istifadə olunur. View binding mənə deyir ki, XML layoutunda, yəni XML səhifəsində hər hansı bir faylların, yəni dokumentlərin, o bizim yaratdığımız ki, orada bir komponentlər ki var, həmin komponentləri ekranda view binding vasitəsilə artıq bunun klassını yaradaraq biz belə deyək, main activity içərisində həmin komponentləri istifadə edə bilərik. Və bizə artıq find view by ID-dən istifadə etməyə ehtiyac qalmır. Yəni hər bir belə deyək, komponenti ayrı-ayrılığında artıq məsələn mən onu ayrı-ayrılığında çağırırdım və ondan istifadə edirdim.
Artıq buna ehtiyac olmur. Bunun da necə yarandığını, necə istifadə olunduğunu baxın bir addım hamısını bildirir. Burada 2 dənə punkt var. Groovy və Kotlin. Əsasən seçim eləyəndə sizə lazım olan zaman Kotlin'i seçin ki, bizə indi hal-hazırda əsas vacib olan hissə Kotlin hissəsidir. Groovy haqqında əgər kimsə məlumat istəyərsə, bunu da kommentlərdə yazarlar. Onun haqqında da ayrıca mövzu dərs keçərəm. İndi isə dərsimizi yenə davam edək. Burada mənə nə bildirirlər? Deyir ki, Build Gradle içərisində Modul App deyilən bir hissə var. Və həmin Modul App'in içərisində baxın bizim Android adında bir skopumuz var. Android bu skopun içərisində artıq mən o binding'i aktiv eləməyim üçün bax bu kodu icra eləməliyəm. Bunun üçün çox sadə olaraq buradan gəlirəm, bunu kopyalayıram, qayıdıram bizim öz belə deyək ki Android studiyamıza, öz proqramımıza. Və burada da mənə nə göstərmişdi? Gradle içərisində Build Gradle modul app'inin içərisinə daxil olub və Android skopunun içərisində bunu yaratmalıyam. Android skopu bax buradan ta bax bura kimi gedir. Bax buna diqqət yetirin. Mən bunun çölündə yaratsam, mənim yazdığım kod işləməyəcəkdir. Və yaxud da ki, hər hansı bir kodun içərisində yaratsam, bu yenə düzgün işləməyəcəkdir. Ona görə də həmişə bunlara fikir verin ki, məsələn, mən artıq burada nə etməliyəm? Bax, oradakı ardıcıllığa diqqət yetirin. Baxın, deyir ki, Android skopun içərisində ayrıca bir punkt yarat. Baxın, mən burada Kotlin Options skopu hara kimidir? Bura kimidir. Artıq mən burada Enter düyməsi tıklayanda, baxın, mənə boş hissə yaradır. Və bu skopun yenə də içərisindəyəm. Yəni, Android skopunun yenə də içərisindəyəm. Bax, burada öz bayaqlarım kopyaladığım hissəni past edə bilərəm. Və past edəndə məndə yuxarı hissədə bu cür forma yaradır. Mən istəsəm bunu sync now eləsəm, bu kitabxana mənim Android studiyama yüklənmiş olacaq. Yəni artıq mən ViewBinding'dən istifadə edə bilərəm. Əks halda ignore this change eləsək, həmin bu şeydən istifadə etmirəm. Yəni bu mənə ehtiyac yoxdur. Ola bilsin ki, hər hansı bir formuladır. Biz bunu istifadə eləmirik. Sərfən əlimiz dəyibdir. Yəni biz bunu ignore eləyərək atmen edə bilərik. Mən indi bunu qəbul edəcəm, signal edəcəm. Artıq ViewBinding mənim Android studiyama yüklənmiş olacaq. Baxın, burada yüklənməni göstərir. Yüklənmə olandan sonra artıq mən ViewBinding'dən istifadə edə bilərəm. ViewBinding bax bunu aktiv eləyəndə Android Studio mənə arxa fonunda, arxa bazasında, özünün arxa belə deyək ki, bir kod yazma şeyləri var da, o sistemi var. Arxa fonda məndə bu mənim burada yaratdığımı arxa fonda bir klasını yaradır. Yəni ViewBinding klasını yaradır. Və həmin klası artıq mən öz belə deyək, ekranımı istifadə eləməyim üçün mənə lazım olan hissədə çağırmalıyam. Bunun üçün nə etməliyəm indi? İndi məsələn mən bunu etmək üçün baxın dostlar. Mən nə edəcəm? Yenə qayıdıram internetdən həmin məlumata. Burada tutalım ki biz belə bir şey edək. Qaydaq həmin məlumata və buradakı bizə dərsin davamına baxaq görək bizə nə məsləhət görür. Bizə görür ki məsləhət artıq biz o həmin hissəni yaradandan sonra bizə lazım olan onCreate metodu və yaxud da ki biz o digər bir punktlar da yarada bilərik. Həmin hissəyə qayıdıb artıq bizi binding'i ekranımıza bağlamalıyıq. Yəni görüntülərə əl çatmağımız üçün artıq inflate metodundan istifadə edərək, bu inflate metodu bağlama deməkdir. Yəni ekranla, XML-lə bizim kod tərəfimizi bir-birinə bağlamaq üçün lazım olan bir metoddur. Artıq bundan istifadə edərək biz ekranlarla işləməyi, ekranda olan komponentlərlə işləməyə yəni başlaya bilərik. Bunun üçün baxın bizə yenə də bax bu cür exemplar verir. Mən buradakı exempları kopyalayıram eyni qaydada və yenidən öz proqramıma qayıdıram. Və burada da eyni qayda olaraq həmin bu hissəni mən harda edəcəm? Baxın main activity-nin içərisində. Nə üçün main activity içərisində? Çünki mən ekranda olan bütün komponentlərə burada yaratdığım, bütün içərisində yaratdığım o belə deyək, baxın bu skopun içərisində bütün hər yerdə əl çata bilib. Yəni buradakı komponentlərin hər bir hissəsini istifadə edə bilib. Və həmin hissəni artıq bura past edirəm. Baxın mənə burada bu qırmızı belə deyək, error kimi göstərir. Nə üçün error kimi göstərir? Baxın burada yazılan söz test bir sözdür. Yəni bu hər kəsdən fərqli ola bilər.
Bunun fərqli olmağının səbəbi də odur ki, bu götürdüyü hissə baxın mənə nə etmişdi bayaqlar? Mənə binding klası yaratmışdı. Binding klasını yaradanda bu mənə burada res papkasının içərisindəki, layout'un içərisindəki activity main əsasında binding yaradır. Mən bu activity main əsasında bir klasım yaranır və həmin klasın da obyektini yaratmaq üçün burada sadə olaraq mən məsələn binding yazsam, baxın burada mən binding yazsam, görün mənə nə bildirəcək. Binding yazanda baxın mənə göstərir ki, artıq sizdə activity main binding adında klasınız arxa fonunda, Android arxa fonunda yaranmış olubdur. Və bunu mən çağıraraq bunun obyektini yaratmış oldum burada. Və bu obyekti yaratdıktan sonra artıq mən bundan istifadə edə bilərəm. Bundan istifadə etmək üçün artıq nə etməliyəm? Baxın, burada mənə bildirir ki, onCreate'in içərisində artıq bindinginizi inflate metodunun vasitəsilə ekran görüntülərini, yəni kod görüntülərinə bağlaya bilərsiniz. Baxın, bunu mən eyni qaydada yerə kopyalayıram və yenidən öz proqramımıza Android Studio'ya daxil oluram. Bunu müvəqqəti olaraq belə bağlayaq ki, məsələn bizə mane olmasın. Aha. Və burada da eyni qaydada olaraq mən buradakı gəlirəm bu hissəyə və burada həmin o mənə lazım olan belə deyək kodu bura past eləməli. Baxın, burada məndə Set Content View-dan istifadə olunub və içərisində Air Layout Activity Main. Yəni burada mənə birincisi o köhnə belə deyək ki, özünün ekranla bağlantısını baxın bu cür eləyib. Mən necə ki Air ID ilə çatırdım. Burada da Air Layout, yəni res papkasının içində, layout'un içərisində Activity Main XML-nə bağlayıb. Mən artıq bunu necə edirəm? Və burada bayaq kopyaladığımı past edirəm. Burada yazdığım Activity Main Binding'i test ilə dəyişirəm. Burada yəni Activity Main Binding'i burada yazıram. Və artıq məndə burada nə etmiş oldu? Bu ekranla, ekran görüntünlə Activity Main Binding'i bir-birinə bağlanmış oldu. Və Binding adında elə bir burada yaratdığım da. Binding burada yazılan söz, istənilən söz yaza bilərəm ha. Yəni burada məsələn varla dəyişəndir də, yəni burada binding root'da yaza bilərəm, binding və yaxud da prosta sadəcə daha rahat olsun deyə, daha məsələn başa düşülür olsun deyə, məsələn mütəmadi olaraq proqramistlər binding elə dəyişəninin özünün adından istifadə edirlər ki, yəni burada qarşılıqlıq olmasın. Və binding root əmrinin köməkliyi ilə artıq biz ekran görüntüsünü ekranda olan komponentlərə, yəni root edə bilirik. Yəni içərisində hər bir belə deyək ki, bir komponentə çata bilir. Və bundan sonra isə bax bunu görünümə bağlayırıq. Bir dəyişən yaradırıq. Yəni bax buradakı ekran görüntümüz, bir view-yə bağlanır. View nə idi? Ekran görüntü. Bu hər an bizim özümüz tərəfindən yazılmış bir dəyişəndir. Bunun view-nun yerinə mən yenə də istənilən bir söz yaza bilərəm. Və həmin bu ekran görüntüsünü Set Content View-nun çağıraraq içərisində artıq mən bu görünümü burada çağırmış oldum. Bunun ayrı-ayrılığında ola bilsin indi məsələn müəyyən çətinliklər olsun başa düşümdə. Amma indidən sonra bəlkə yüzlərlə application da yazacağıq və içərisində mütəmadi olaraq VBinding-dən istifadə edəcəyik. Yəni onda sizə daha rahat olaraq bu başa düşümdə olacaq. Burada sadəcə bir dənə qısa yolla belə deyim ki, yəni biz bir ekranla bağlantı yaratdıq. Ekranla bağlantını XML-lə bizim elə bir kod hissəmizlə XML-i bir-birinə bu inflate əmrinin vasitəsilə bağlama elədik. Həmin bu inflate, bu həmin hissəni də, yəni bütün ekrandakı root eləyirik. Yəni içərisində bütün belə komponentlərə çata bilirik. Yəni bunun içərisində bütün o tablitsalara çata bilirik və həmin tablitsalara çatmaq üçün bunu bir görüntüyə veririk və həmin görüntü də budur, view'dur. Yəni bunun qısa yolu budur. Yəni çətin, anlaşılmayan məncə heç bir şey yoxdur. Artıq burada mənə bunun əhəmiyyəti nə oldu? Artıq mən burada ekranda istənilən vaxtı binding yazsam və nöqtə işarəsi qoysam, baxın mənə ekrandakı olan text view-ya rahatçılıqla çata bilirəm. Gördüyünüz kimi baxın text view-ya çatdım və içərisində məsələn text yazdım. Qalım ki burada yazırıq. Qalım ki Ruslan. Və buradakı məsələn indi kodumuzu buradakı bunu hələ ki silək, qarşılıq olmasın. Artıq mən bunu məsələn proqramda biraz böyüdək, artıq bizə internetlə bağlı məlumat lazım və bunu run eləyirəm. İndi run olandan sonra artıq mən burada istənilən qədər punkt yaradıb, baxın Ruslan.
Və burada olduğu kimi, göründüyü kimi, baxın Ruslan gəldi. Mən burada artıq istənilən qədər tutalım ki, gəlin belə bir şey edək, rahatçılıqla onlardan istifadə eləməyimizdə görə. Tutalım ki, bir dənə buton yaradıram, ikinci buton yaradıram və yaxud da ki, bir dənə əlavə tekst view yaradıram və görürsünüz, hərəsində indi baxa görə ID-ləri var hamısından. Aha, ID-ləri var. Və artıq baxın, gördünüz, burada məndə istənilən qədər, nə qədər istəsəm, komponent yarada bilərəm. Bunun da constraint-ini verək, bizdə problem yaranmasın. Yəni, belə olduğu kimi bəs edir. Və bunu run eləyək, görək, məsələn, ekranımız necə görünür. Bir problem olmasın. Normal. Və indi yenə də mən bundan nə etdim? Baxın, binding vasitəsilə artıq mən buradakı, baxın, binding yazsam və nöqtə işarəsini istifadə eləsəm, bütün bax butondur, text view 2-dir, bütün hər şey haqqında artıq rahatçılıqla çatıram. Yəni hər birini find view by ID eləyərək, yəni daha əziyyət çəkmirəm. ID məsələn bir dənə binding nöqtə yazanda bunlara avtomatik olaraq ekranda olan bütün komponentlərə rahatçılıqla çata bilirəm. Bugünkü dərsimiz bu qədər. Artıq view binding haqqında məlumat öyrəndik. Gələn dərsimizdə biz kalkulyatorla bağlı bir proqram yazacağıq, app yazacağıq. Bütün indiyə kimi öyrəndiyimiz o belə deyək, klasslardır, funksiyalardır, tiplər haqqındadır. Müəyyən belə deyək ki, mövzuları həmin o proqramın içərisində təkrar edəcəyik və birinci bölümü bununla da yekunlaşdırmış sayılır. Artıq ikinci bölümdə yeni mövzular gələcək. Dərslərimizi ardıcıl olaraq izləyin, kanalımıza abunə olun. Abunə sayı çox azdır. Yəni ən azından motivasiya olmaq üçün istərdim ki, kanala abunə olasınız. Əgər dərsi bəyənirsinizsə, like etməyi də unutmayın. Və ən başlıcası isə, məsələn, bu Kotlin'i, Android proqramlaşdırmanı öyrənmək istəyən bütün dostlarınız, ətrafınızla həmin bu dərslikləri bölüşün. Sizlər də elə bir mənə dəstək olmuş kimi olasınız. Yəni, bunu sizlərin hal-hazırda dəstəyinə həqiqətən də çox ehtiyac var ki, Kotlin hal-hazırda Azərbaycan dilində yoxdur. Yəni, mən mütəmadi o YouTube-da bütün hər kəs, bəzi dostlar da deyir ki, yəni, bəziləri dərsləri yazır, sonra bizi yönəldir Udemy-yə, Udemy-nin vasitəsilə deyir ki, dərs alaq. Mən yəni o cür hal-hazırda o fikirdə deyiləm. İstəyirəm ki, sizlərə bir köməklik olum, amma bu köməklik də sizlərin sayəsində olacaq ki, mən artıq yəni buradakı çəkdiyim əziyyətin bir qarşılığını da görmək istəyərdim ki, həqiqətən bu mənə motivasiya olsun ki, bilim ki, kimlərəsə köməklik edə bildim. Sağ olun, gələn dərs görüşənədək.